Siz də mənim kimi corabsız yata bilmirsiniz. Yatanda burnum tutulur, əllərim quruyur. Qış, yay fərq eləmir. Yoxlamışam, corabsız yata bilmirəm. Və onda deyim ki, oğlumu da elə öyrəşdirmişəm. Bu sualı mənə çox izləyicim verir. Bu isə cavabı idi. Səhərimi saat 8-də açdım, çünki idmanım var idi. İdmanı çox sevdiyimə görə qəti buraxmıram. Buraxanda da həvəsdən düşürəm. Düşünürəm ki, hamı da belədir. İdmandan əvvəl mütləq dəyərli həyat yoldaşım üçün yemək bişirməliyəm ki, evə gələndə mən olmasam belə əsas yemək olsun. Düzdür, yemək üstündə davamız olmasa da çalışıram həmişə hazırlayım. Və siz yemək üstündə dalaşırsınız, yoxsa yox? Və qoşu bacım gilə aparıb, idmanımı edib, elə orada da hazırlaşıb padruşkamla görüşə gedirdim. Elə həmən günü idmanda krasovkamı unudub, daha tapa bilmədim. Mənim fikrimcə, bir insan 80 manat idmana verirsə, mənim krasovkamı neynir? Bu işdə nəsə tərslik var. Amma nə isə. Bu dəfə Crescent Mall-a getdik və padruşkamla görüşən kimi ikimiz də restoran axtarışına çıxdıq. Çünki bizim işimiz gücümüz yeməkdir. Estetik bir məkanda əyləşib, gözəl söhbət edəndən sonra bütün dükanları gəzib maraqlı nəsə tapa bilmədik. Deyilənə görə ümumi bir yaşdan sonra dost tapmaq çətindir. Mən düşünürəm ki, bu belə deyil. Çünki biz Ayka ilə bir-birimizi tapmışıq və çox gözəl də yola gedirik, göz dəyməsin. Düşünürəm ki, dost o demək deyil ki, bütün günü yazışasınız, danışasınız, görüşəsiniz. Dost o deməkdir ki, bir-birinizi başa düşəsiniz və sözləriniz üst-üstə gəlsin. Mənim üçün dostluqda ən əsas odur ki, bir insan məni aşağı dartmasın. Bu mənim üçün çox önəmlidir. Bundan əlavə isə mənim arxamca danışmasın, qeybət eləməsin. Bu da məncə çox önəmlidir və mən olmayan yerdə məni qoruya bilsin. İkiyüzlü insanlardan çalışıram uzaq durum. Siz də elə insanlardan uzaq durun, çünki o insanlar heç vaxt dəyişilmir. Hə, bunu da deməyi unutdum ki, mən hər bir rəfiqəmin uğuruna çox sevinirəm. Öz uğurum kimi sevinirəm həqiqətən də və belə insan tapmaq indiki dövrdə çox çətindir. Biz isə çox gözəl vaxt keçirdik. Bütün günü birlikdə olduq. Əslində axırda artıq ayaqlarımız ağrıyırdı. İkimiz də yorulmuşduq. Mən elə bir insanam ki, mən harasa gedirəmsə bol-bol gəzməyi sevirəm. Bütün dükanlara dəyəcəm, şəkil çəkdirəcəm, video çəkəcəm, yorulmayacağam. Amma həmin gün həm idmana getmişdim, həm də ev işlərini görmüşdüm deyə axırda bir damcı yorulmuşdum. Bu aralar saçlarımı qorumağa çalışıram. İstəyirəm ki, uzansın. Əvvəlki saçıma qayıdım. Uzun, gözəl saçlarımı görmək istəyirəm. Ona görə də hər cür bərpa eləyirəm. Bahar Store dükanına gəldim və bu maskanı mənə məsləhət gördülər. Bir dəfə, iki dəfə istifadə elədim. Həqiqətən də çox bəyəndim. Özümə bir dənə diş şotkası aldım. Münasib 2 dənə diş şotkası. Bu isə Aykanın mənə aldığı ətirdir, ad günü hədiyyəsidir və mən bunu çox bəyəndim. Hal-hazırda ən çox istifadə elədiyim və sevdiyim ətirlərdən biridir. Çox sağ olun ki, vloqu axıra kimi izlədiniz. Öpürəm sizləri. Sağ olun.